Sumqayıt şəhəri Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıcları çağırışı üzrə cəlb olunub. Dalğıc xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azadoğlu Yarıyev xilas edilib. Bir nəfərin isə meyidi suda tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Goranboyda qadın göldə batıb. Bədbəxt hadisə Səfikürd kənd ərazisində qeydə alınıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. 53 yaşlı Sevda Nəbiyevanın meyiti göldən çıxarılıb. Qeyd olunur ki, mərhum təcili və təxirə salınmaz tibbi yardım mərkəzinə həkim olaraq çalışıb. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma başlanıb. Murad Sadıqov Qazaxda çayda batıb. Belə ki, o xilas edilib xəstəxanaya çatdırılsa da həyatını qurtarmaq mümkün olmayıb. Paytaxtın Nizami rayonu Qara Qarayev prospektində zəncirvari qəza baş verib. 4 avtomobilin toqquşduğu hadisədə 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin baş inspektoru Rüstəm Əhmədli bildirib ki, faktla bağlı araşdırma aparılır. Hadisə 4 avtomobilin toqquşması nəticəsində baş verib. Nəticədə Chevroletin sürücüsü Rakif Səlifov, həmin avtomobildə olan sərnişin Fərqanə İsayeva və Hyundai markalı avtomobildə olan sərnişin Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.